Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxşın toxunmasını istəyirəm göstərim. Bundan da nə istəsəz toxuya bilərsiniz. Ürəyinizlə istəsəz jilet, ceket, svitrə, papağa, nə istəsəz toxuya bilərsiniz bunu. Bunun üçün indi mən belə bir milimi götürürəm. İlməkləri 5-5 yığıram. Onu hamısını göstərməyəcəm. 2 dənə naxşın göstərəcəm toxunmasını. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10 ilmək. 2 də kənar üçün yığıram, 12 ilmək. 2 ilmək də yığacağım, kənarlardan 2 ilmək saxlayacağım. Belə. İndi burada mən rezinka toxuyan deyiləm. Kimin ürəyi necə istəyir, rezinkanı elə də toxuya bilər. Bura düz üzüdür. Mən indi bir sıra tərs toxuyacağım. Birinci ilməni də toxuyuram, birinci sıra olduğuna görə. Qalan ilməkləri tərs toxuyuram. İndi bir sıra tərs üzdən də bütün ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən kənardan 2 ilməni götürürəm, tərs toxuyuram. Burada 1, 2, 3 ilmək. Sapı keçirdirəm özümə tərəf, bu 3 ilməyi, üçünü bir yerdə götürürəm, bura toxumuram. Sonra yenə 2 ilmək düz toxudum. Yenə sapı keçirdirəm özümə tərəf, bu 3 ilməni götürdüm, toxumadım. Yenə 2 düz. Kənardan da 2 tərs toxuyuram. Kənar ilməkləri tərs toxuyuram. İndi arxa tərəfdən yenə bu kənardakiləri elə tərs toxuyuram. Tərslər. Bu yüzdən düz tərsdir, bu yüzdən də. Qalan ilməkləri də yenə düz toxuyuram. Tərs toxuyuram, tərs üzdən tərs toxuyuram hamısını. Təkcə kənardakilərin hər iki üzdən də tərs toxuyuram. Formada yenə kənardakı 2 ilməni toxuyuram, tərs. Buradan bu 3 ilməyi yenə də bilə götürürəm, sap özüm tərəfdə qalır, toxumuram. Sonra 2 düz toxuyuram. Arada yenə sapı keçirdirəm özüm tərəfə, buradan bu 3 ilməni, üçünü də toxumadan götürürəm. Yenə 2 düz. Kənar ilməklərdə 2 ilməyi tərs toxuyuram. Arxa üzdən yenə eyni şeyi tərs toxuyuram. Bütün ilməkləri
İndi düz üzdən formada toxumuşam. İndi yenə kənardakı 2 ilməni tərs toxuyuram. Bu 3 ilməni yenə sap keçirəm özümə tarı. Bu 3 ilməni yenə milək keçirtib çıxardıram. Yəni toxumuram da. Üçünü də yanındakiləri 2 düz toxuyuram. Arasının arasında 2 düz var. Yenə sap özüm tərəfdə qalır. Bu 3 ilməni götürürəm, toxumuram. Yanında 2 düz. Kənarda 2 tərs toxuyuram. Arxa tərəfdən yenə hamısını tərs toxuyuram. İndi bura düz üzdür. Düz üzdən bu fasondur. İndi bunu kənardakı 2 tərsi götürürəm. Bu 3 ilmənin birincisini toxuyuram. Düz toxuyuram. Sonra bu ortadakı ilməni, bu toxumadığım ilməklər var burada. Bunların altından belə götürürəm. Bu ortadakı ilməkdən bir ilmək çıxardıb, bu 3 ilmənin altından belə çıxardıram. Bu ilməklə bir yerdə. Sonra burada 2 ilməyi bir yerdə toxuyuram. Yenə burada bu ilməkləri düz toxuyuram aradakı. Bu 3 ilməni yenə birinci ilməni düz toxudum. Yenə bu iplər var, boşluqlar belə toxumadığım. Bunu altından keçirdib, bu ilməni, ortadakı ilmənin içindən çıxardıb, sonra bu ilmələrin altından yenə bu ilməni çıxardıram, milə keçirdirəm bu formada. Sonra bu 2 ilməni mil üstəkinə bir yerdə düz toxuyuram. Yenə 2 düz kənardakı. Kənar ilmələri də tərs toxuyuram. Bu formada belə bir naxış alınır. Arxa üzdən yenə hamısını tərs toxuyuram. Belə formada. Bu naxışı istəsəz buradan da başlaya bilərsiniz, yaxından. Mən ancaq aradan yenə buradan düz üzdən bir sıra düz toxumuşam, arxa üzdən bir sıra tərs, sonra bu naxışı başlamışam. Bunları bir sıra düz toxuyuruq düz üzdən, bir sıra da tərs üzdən, sonra yenə birinci sıradan necə toxumuşduqsa, burada da elə təkrar eləyirik. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.